Markalar məndən inciməsin, çünki bitənlərim var. Nəyi bir də alaram və yaxud da almaram, bugün onlardan danışacağım. Bir zamanlar əksər blogerlərin tərəflədiyi Propia'nın bu ağ cilt maskası. İçərisində yarıdan qalıb, tam bitirə bilmədim, vaxtı da keçdi və atmalı oldum. Üzdən çox çətin təmizlənir. Ona görə bir də almaram. Flormarın primeri bir də alaram, çox bəyənmişəm. Dibinə qədər istifadə edib qutarmışam. Makyaj altı baza olaraq möhtəşəmdir. O qədər də bəyənmədim. Heç bir məhsulu tapmasam, çox çətin bir vəziyyətdə qalsam bunu alaram. Digər makyaj təmizləyici yağlardan qiyməti uyğun olsa da gözləri yandırır və makyajı çox çətin çıxarır. 2 ədəd qaş sabitləyici bitirdim. Biri yüksək qiymətli, digəri isə uyğun qiymət. NYX-in bu qaş sabitləyicisini heç bəyənmədim. Bir də almaram. Qaşlarda ağ iz buraxır və qaşları demək olar ki, sabitləmir. Çox istifadə elədim. 1-2 saat saxlayır. Üzərində vəd edildiyi kimi 12 saat qaşları sabitləmir. Tək sevdiyim xüsusiyyəti isə o idi ki, ağ iz buraxmır. La Roche'un üz yuma geli çox bəyənirəm, aşiqiyəm. Kutu istifadə eləyirəm. Əgər üzünüz səpkiyə meyillidirsə, bunu kremi ilə istifadə edin, üzünüzə çox yaxşı təsir göstərəcək. Bu çox tərif aldı deyə düşünürəm. Vəd etdiyi kimi üz tonunu bərabərləşdirir. Amma bir mənfi xüsusiyyəti var ki, üzdə qum kimi ovulur. Sevəni də var, sevməyən. Quru göz altlarınız varsa siz də sevməyəcəksiniz, amma mən çox bəyənirəm. Səncə qutumu bitirmişəm, bilmirəm, amma yenə də alaram. Dəfələrlə almışam, yenə alaram. Üzdəki qara nöqtələri təmizləyir, üzü şüşə kimi edir. Lux Visajın maskarası uyğun qiymətlidir, məncə büdcə dostudur. Kirpiklərə həm volüm verir, həm də uzadır. Əgər tələbəsinizsə almağa dəyər. Bunu da artıq görməyə yoxdur məncə. Kremkonun bu nəmləndiricisi mən çox bəyənirəm. Elə bitirmişəm, yenə alaram. Üzü çox gözəl nəmləndirir, həm makyaj altı baz olaraq, həm də baxımlarımda istifadə etmişəm, bir də alaram. Bitti. Məni takip et ki, videoları qaçırma. Hər gün yeni video paylaşıram.